Görürsüz, həyətdə bax belə bir cincər kolu saxlamışam. Böyüməklə fərq yoxdur. Hər dəfə təzələnir ucları və onu bax beləcə yığıram qayçı ilə. Sonra aparıb yuyuram yaxşı. Sonra da üstünə qaynar su tökürəm və orada ılıqlanan kimi qalır. Suyundan istifadə edirəm saçımı yaxalamağa. Cincərinin isə üstünə yumurta zat sındırıb yeyirəm. Bu çox çətin məsələ deyil. Sadə bir nüansdır, amma nə qədər xeyri var. Gözəl emosiya da alırsınız. Vaxtı qızıma da bax belə bir saçı tökülür deyə cincər kolu saxlamışdım evin qabağında. Hər gün, hər dəfə lazım olanda yığırdım və yuyandan sonra saçını yaxalayırdım. Bilmirəm, onun mu köməyi olduğu digər şeylərin mi? Evki saç dökülməsi dayandı.